İnsanın gücünün nə onun fiziki görkəminin möhtəşəmliyində, nə də qolunun zorunda olmadığına inanmışam həmişə. Necə deyərlər, əsas adamın ürəyində təpər olsun. Bundan sonra hər mənada güclüsən. Sözündə, əməlində, inamında. Gördüyün, etdiyin işin doğruluğuna inanırsansa, güclüsən. Ehtiyacı olana yardım edirsənsə, güclüsən. İstər özün kimi, istərsə də işinə görə lazım olduğun insanlar varsa, güclüsən. Gənc olmasına baxmayaraq, həmsöhbətim də hesab edir ki, zəifin üzərinə gəlib onu döymək güclü olduğunu göstərmir. Bu, əksinə özünü güclü sananın zəifliyidir. Elnar İbrahimov 1997-ci ildə Füzuli rayonunda anadan olub. 14 yaşından idmanın qaydasız döyüş növü ilə məşğul olur. İlk iştirak etdiyi yarışmanı Respublika günündə 28 may tarixində olduğunu, bundan sonra mütəmadi olaraq ölkə xaricində keçirilən yarışlara qatıldığını söyləyir. MMA 21-ci əsrin ən belə populyar, maraqlı idman növüdür. Yəni televizorda, internetdə baxa-baxa, orada-burada öz idmançılarımıza baxa-baxa gəlib başlamışıq da bu idmana. İlk yarışmam 28 may Respublika turnirində həsr olunmuşdu. Sumqayıtda keçirildi. İlk yarışım orada başlayıb. Onda elə həvəskar idman idi. Onda yaşım az idi. Həvəskar başlamışdım. Orada da şükür Allah elə qismət elə gəldi ki, Allahın iznilə çempion olduq, birinci yer olaraq gördüm. Müəllim Şəhriyar Abbasov. Şəhriyar Abbasov özü də vuruşub, əvvəl çox yaxşı Azərbaycanın ən güclü idmançılarından biri olub, dünyada tanınmış bir idmançıdır. Biz ona baxıb hərəkət edirdik. O bizim kumurumuzdur, belə bir şey. Ona baxıb biz həvəsliyəm. Mən də özüm də ona baxıb idmana gəlmişəm. Gənc idmançının sözlərinə görə məşğul olduğu idman növü qaydasız döyüş kimi adlandırılsa da, burada müəyyən qaydalara riayət olunması mütləqdir. MMA idman növü 90-cı ildən belə populyarlaşdı, başladı hələ təzəcə inkişaf etməyə. O vaxtda qaydasız döyüş, Rusiyada boy-bəs pravil adlanırdı. Sonra bu qaydasız döyüş kobud səsləndiyindən ona Amerikanlar, ingilislər də, onlar daha çox bu işlərə məşğuldur. Bu idmana qarışıq döyüş növləri, MMA, Mixed Martial Arts idman növü adı qoyuldu. Bu qaydasız döyüş, bizdə də qaydasız döyüşlər, hələ də baxmayaq ki, MMA-dadır. Çox insan qaydasız kimi. Amma burada da öz qaydalar var. Heç bir idman qaydasız deyil ki, burada bir onurğaya vurmaq olmaz, ya qolu əksinə tutub belə sındırmaq olmaz. Ümumiyyətlə də elə yerlər var ki, onlara vurmaq olmaz, barmaqla gözə soxmaq olmaz. Olunmayanda da bu qaydalar, futbolda olduğu kimi də sarı kart verilir. Sarı kartda ki, idmançı uçsa da, birinci round, 3 round olda bildiyiniz kimi, ya 2 ya 3. Əgər elə olursa, birinci roundda idmançı əgər qaydadan kənar hərəkət etsə, ona sarı kart verilir. Sarı kartda uçsa da belə həmin raundu, məğlub olmuş kimi hesab olunur. Deyir, bu idman növünü təbiətinə yaxın gördüyü üçün seçib və bu işdə ona ən böyük dəstəkçi, həvəskar idmançı olan atasıdır. Atam elə belə özü üçün həvəskar başlayıb. Atamın idmanı çox böyük yazı var, elə atam mənə gətirib belə idmana. Bu döyüş, başqa döyüşlərdən fərqləndirən cəhət odur ki, indi əsas niyə bu idman populyar? Çox maraqlı bir idman, 20-ci əsr idmanıdır. Bu idmanda hər bir şey var. İki nəfərin bir-birilə açıq-aşkar mübarizəsidir. Həm burada əl-ayaq var, həm güləşmək var. Bütün idmanların cəmləşməsi deyənə çox maraqlı. Bir var, bir iş görürlər, maraqlı. Bir var ki, 10 şeylər toplaşır, maraqlı şey. Bu çox daha maraqlıdır. Bu idman da belədir. Hər şeyi çalıblar, çox maraqlı da bir idmandır. İnşallah da ki, biz də bu idmanda yəqin ki, uğurlarımızı davam etdirərik Allah'ın izniyle. Bu idman mənim xoşuma gəlib də, və təkbələ idman növlərində daha yaxşı idmandır. Mən həmişə istəyirəm ki, təkbələ idman növləri seçimdə. Bu da mənim xarakterimə, mənim özümə uyğun bir idman növüdür, ona görə seçmişəm. İlk dəfə mən Respublikadan kənarda 2011-ci ildə iştirak eləmişəm. Dağıstan Respublika Maxaçqalada beynəlxalq turniri idi. Orada da 23 nəfər idmançı qatmışdı. Orada 2 nəfər, bir uşaq var idi, mənim məşğulum. Bir o birinci yer oldu, bir də mən. Qal idmançılar hamısı ya ucuzdur, ya da ikinci, üçüncü yer ayırdı. Gördülər ki, perspektivli var. Yavaş-yavaş özüm məşq edim, təlim məşqlərimlə belə inşallah Allahınıza qabağa gedirik. Həvəskar döyüş çox keçirmişəm də, Respublika çərçivəsində, adi turnirlər, xaricdə ki, Dünya Avropa çempionatları həvəskar keçirir də, peşəkar yoxdur. Çox döyüşlər keçirmişik də, fərqi yoxdur. MMA, pankration, grappling. Amma belə professional döyüş 7 döyüş keçirmişəm. Bundan 6-sını unutmuşam, birinə bizə məğlub olmuşam. Hər zaman ki, udmaq lazımdır. Bizim müəllim deyir ki, ölmək olar Şəhriyar Abbasovdan. Ölmək olar, amma uduzmaq olmaz. Uduzmağa gəlməmişik idmana, udmağa gəlmişik. Əziyyət çəkirik biz burada, nə qədər əziyyət çəkirik. Həmişə
döyüşə çıxanda da müəllimimiz deyir ki, yəni fikirləş beynə gör bura qədər nə qədər əziyyət çəkmisən. O da mənim kimi insandır, onun da iki əli, iki ayağı var, yəni bizim də. Yəni əziyyət çəkirsə, yəni Allaha təvəkkül edib vuruşub udmalıyıq da. Yəni ki, mən uduzmağı qəbul edirəm, amma uduzmamaq da olmur, tək Allahdır. Elə bir idmançı yoxdur ki, uduzmasın. Elnar İbrahimov qeyd etdi ki, idmançının döyüş zamanı aldığı zədə onun ən yaxın dostudur. Zədələr olur, hə. Yəni ki, professional idmanda yəni belə bir şey var da, insanın ən yaxın dostu onun travmasıdır. Yəni idmanı qurtaranda onun travmalı zədələri qalır da. Belə, hə, elə olur məşq vaxtı, məşq zamanında olur, əziklər, travmalar. Elə olur ki, idmançı əzik, mənim özümün başına gəlib də, əzik, travma olur, ya əldə, ayaqda, hər hansı bir hissəsində. Olur, yarış vuruşmuşuq. Belə yarışdan sonra da zədələr olur. Belə insan qol əzir, ya gözü şişir, gözü partlayır, idman da olur. Yəni o zərbələrdən və yaxud da insanı balivoya sallar, yəni ağrıda tüfəng də olar. Yəni əlin vurmur, təslim olmur, əzilir və yaxud da təslim olmur, sınır, azilir, döyüş qurtarır. Yəni belə bir şey olur yəni. Bu əcələ yəni ki, emmada istifadə edilən əcəllərdir. Yəni belə yəni kəsik barmaqlar, yəni buna azərbaycan 5 barmaqda yarım təzə edilir. Bu bizim emmada idmanında istifadə, başqa heç bir deyilmə istifadə olunur. Yəni bu adı yəni ki, idmançının üzrə rahat olan əcəl olmalıdır, yəni yumşaq olmalıdır. Yəni kobud taxta kimi olmalıdır. Yəni əli sıxanda qaçmasın. Yəni insan idmançı üçün rahat hiss edirsə, yəni ki, fərqi yoxdur əcəyə, yəni geyinə bilər. Yəni belə bir əcəllərdən. Qələbəyə gedən yolda yəni əsas yəni döyüşmək deyil. Əsas ring 15 dəqiqə, 10 dəqiqə olan bir şey döyüşmək. Amma əsas yarışa qədərki hazırlaşmadır. Orada yəni çox böyük yəni əziyyətlər olur da, yəni ki, yəni belə desə, yəni alınmalı. Onu yəni gərək insan yaşaya görə. Yəni səhər axşam məşqlər, ya psixoloji gərginlik, yarışa fikirləşmək, yəni bu elə yarışa fikirləşmək özü böyük bir əziyyətdir. Yəni ki, döyüşmək asandır, amma ora qədər ki, çalışıb vuruş, əlləşmək, yəni ora qədər nəsə insan özünə toplamağı ən böyük əziyyət oradadır. Yəni əziyyət çəkməliyik ki, biz də yəni nəsə nail ola bilək də. Yəni biz qabaqda trampolin olur, məsəl üçün onu keçmək bizə çətin gəlir də, amma onun arxasında yəni ondan da asan bir işlər var da. Amma biz onu keçəmədik, deyir ya bu çətindir, bu yəni bundan da çətin olacaq. Amma yox, əsas o bir yerdə oranı keçəndən sonra sənin üçün hər şey asan gəlir. Ringə çıxanda yəni elə bir idmançı yoxdur ki, onda həyəcan olmasın. Yəni hamı da həyəcan olur. Yəni bu fərq olur da insanın o həyəcanı necə bürüzə verir. Eləsi var bürüzə vermir, eləsi var biraz bürüzə verir. Yəni hamı da olur ki, məndə həyəcan olur. Və udmağa çıxırıq da, yəni beynimizi udmaq, fikirləşik ki, udaq da, yəni. Allah təvəkkül, yəni dua lazımdır. Əsas orada əziyyət çəkib bir də dua eləmək lazımdır. İdmançı elə olmalıdır, yəni idmançı ürəyi də olmalıdır, gücü də olmalıdır. Yəni olan ikisindən biri olmasa, ürəkli olsa, gücü olmasa yenə də udacaq. Amma gücü olub, ürəyi olmasa yenə də udacaq. Yəni əsas idmanda yəni ikisi də olmalıdır. Yəni ki, idmançı ürəklə vuruşursa, özünə inanır vuruşursa, yəni inan varsa idmançıda, yəni ürəklə vuruşursa, hə, nəsə alına bilər. Amma yox, belə ikisindən biri olmasa, yəni alınan deyil. Ola yəni ki, düz mütənasibdə, yəni. Əgər ikisindən biri olmasa, yəni olmayacaq, alınmayacaq. Bir idmançı kimi ən böyük istəyinin erməni idmançısı ilə ringdə qarşılaşıb onu məğlub etmək olduğunu söyləyir. Hər bir ölkənin öz idmançıları var da, yəni güclü idmançılar var. Elə bir ölkə yoxdur ki, orada idmançı olmasın, yəni yaxşı idmançı olmasın, az da olsa var. Yəni belə arzum odur ki, yəni bizim düşmənimiz ermənilərlə, yəni erməni döyüşçülərlə vuruşaq. Yəni o da inşallah qismət olar vuruşaq da. Yəni mənim özüm Şəhriyar Abbasov da yəni ki, vuruşub onlarla qalib gəlib də. Yəni biz də istəyirik ki, vuruşub onlara qalib gələk. Yəni bizim onlara nifrətimiz var da. Belə bir, yəni onlar bizim düşmənimizdir, onlar bizə çox əzab-əziyyət verib. Amma yəni ki, bir idmançı kimi də, yəni idmançı kimi döyüşsə, yəni döyüşdə isə demək olmaz. Amma ki, o idmana elə bir şey, elə hazırlaşma, elə köklənməli ki, digər yəni yarışlardan daha fərqli olmalıdır, daha çox əziyyət çəkməliyik ki, yəni uda bilək də, yəni udursaq, yəni biabırçı olar da, yəni ki. Onlar bizdən hər şeydə arxadadır. Niyə görə biz onlar udacaq? Hər bir sahədə olduğu kimi idmanda da zaman-zaman haqsızlıqla qarşılaşdığını deyir. Bu SNQ-da, yəni bu Dağıstan mı deyim, Rusiya və bu yerlərdə yəni bizə hakim Moldova yəni bu yerlərdə yəni onlarda hakim var, ermənidir, amma Rusiyada vardı, Rusiya vətəndaşıdır. Yəni o çox vaxt bizə hakim eləyib. Yəni bizim idmançılar da çox haqsızlıq eləyib o da. Elə mənim özümə də haqsızlıq eləyib. Döyüşəndə yəni ağzımda kapa gəlir ki, yəni insan dişləri olsun idmansın. Həmin momentdə də yəni elə bir zərbə oldu ki, mənə dəydi, amma bilə-bilə yoxdur, ağzımdan düşdü kapa. Saxladığı xəbərdarlıq verdi, mənim xalımı kəsdi də. Yəni müəllim də Şəhriyar Abbasov da öz yəni reaksiyasını bildirdi, amma yenə də sonra başa düşdü ringdən kənarda, amma üzü üstüdür. Yəni bildirir də, yəni düşmənçiliyini həmişə bildiriblər biz.
Hesab edir ki, idmançının mütləq olaraq riayət etməli olduğu qızıl qaydanın ən mühümü onun daim formada qalmasına diqqət etməli olması, pis vərdişlərdən uzaq durmasıdır. Güclü idmançılar çoxdur, yəni hərənin öz vesi var da, hərənin öz çəkisində, yəni öz kateqoriyasındadır. Amma belə xariclərdə ən xoşuma gələn idmançı Yozayaldır, 66 kiloda. Yəni Yozayaldır çox, yəni hər tərəfli bir idmançı, yəni ona baxıb həvəslənirəm, yəni yaxşı bir idmançıdır. Yəni dünyanın öz vesində ən güclü idmançısıdır. Professional idmanda yəni hamı ves salır da, çəkisini salır. Yəni o deməkdir ki, idmançı 57 kilo isə, yəni bunu da həqiqətən də 57 kilo. Yəni ola bilər ki, elə 5 kilo salır, 60 kilo, elə 66-dan salır. Yəni 10 kilo, 5 kilo, 7-8 kilo, yəni çəki salıb atıb tərəziyə çıxan idmançılar var və o da sabahsı gün özü, yəni insan özünü daha vastanvet olur da. Necə özünü toplayır, yəni həminki vesi, yəni əvvəlki köhnə vesinə. Əsas tərəziyə çıxmaq. Ki, yəni yarış necə qayda qaldı, 57-dirsə məsələn, 57 çıxmalıdır. Yarışdan sonra ola bilsin olsun 65-66 ki, onun heç bir problem yoxdur. İdmançı özünü qorumalıdır, hər bir şeydən qorumalıdır. Yəni pis vərdişlərdən, fərqi yoxdur, soyuqdan. Yəni geyiminə ilk növbədə geyiminə fikir verməlidir, yeməyinə fikir verməlidir. Yəni hər nə gəldi, yemək vaxtı-vaxtında yemək, vaxtı-vaxtında yatıb durmalıdır. Yəni özünü rejimə salmalıdır. Birdən-birə atılmaq olmaz da döyüşə. Yəni birinci idmançının rəqibi güdməlisən, onu zəif axtarıb tapmalısan. Yəni kəşfiyyat xərclərdə, yəni ilk 30 saniyə deyim, 45 saniyə, 1 dəqiqədə, yəni ondan sonra döyüş başlayır, qızışmalar ondan sonra gedir. Yəni onda da idmançılar bir-birinə dəyəndə, toxunanda bilir ki, yəni idmançı yəni bərkdir, güclüdür, yəni zəif yeri haradır. Yəni o yüzden görür də, yəni stoyka, yəni əl vuruşan, əl-ayaq vuruşansa bilinir də stoykasını. Yəni nokaut elə bir şeydir ki, nokaut həm yuxarıda da stoyka, yəni ayaq üstə də olur, aşağıda da yerdə parter vəziyyətdə olur. Yəni nokaut edir ki, yəni zərbədən əl, ayaq zərbəsindən sonra idmançı özünü itirir, yıxılır, yəni ayağa qalxmır da. O nokautdur. Yəni yerdə də ola bilər ki, yerdə elə bir zərbələr vurur. Nokaut idmançı yəni ki, gedir özündən, sonra bir minut 30 saniyə 40 saniyə ayrılır. Elnar həm də inanclı bir gəncdir. O ringə çıxarkən Həzrət Əli əleyhissalamın şərəfinə səsləndirilən ilahinin sədası ilə özünü daha güclü hiss etdiyini söyləyir. Namaz yəni elə bir şeydir ki, Allah bizə əmr edib də bunu. Yəni ki, insan yaradış məqsədindəki Allah'a ibadət edib, Allah'ını tanımalıdır da. Yəni şükür Allah ki, Allah hidayət edib, yəni naqis namazını, yəni ki, boynuma düşəndən demək olar ki, qılaram. Yəni başqa musiqilər ümumiyyətlə, yəni belə bir musiqilər haramdır. Həm ona görə, həm də ki, Həzrət Həsən də bizim yəni Əmrəl-Möminin də, möminlərin əmridir. İdeal bir insandır o. Yəni hər cəhətdən Allahın aslanıdır. Yəni də biz də yəni ona baxırıq, yəni çalışırıq ki, onu düz oxşaya da bilmərik. Yəni onu çalışırıq ki, onun yanına gedək. Mənə elə döyüşdə də ən xoşuma yəni ki, musiqi səsləri çıxmadı. Yəni ki, mənə ən qəşəng belə ləzzət, həzz aldım və elə həm musiqində yəni ringə girməkdir. Yəni döyüşün ən xoşuma gələn yeri də elə olar. Allah'ın aslanı, həqiqət dastanı, Fatimənin canı, Ali, Ali, Ali. Elnar İbrahimov və Kazan Xan bu iki idmançı arasında keçirilən döyüş. Saxlama döyüşü, yəni döyüşü davam etdirmək olar. Elnar İbrahimov alqışlamaq lazımdır bu epizodda. Çıxır vəziyyətdən. Əhsən. Bu cür vəziyyətdən çıxdı. Demək olar ki, məğlub vəziyyətdən çıxa bildi. Kazan asan məsələ deyil. Bunu sübuta yetirdi. Allah'ın aslanı Əli, həqiqət dastanı Əli, Fatimənin canı Əli, Ali, Ali, Ali. Allah'ın aslanı, həqiqət dastanı, Fatimənin canı, Ali, Ali, Ali.